Biz çox görürük ki, videonu çəkib üstünə rəng atırlar və sonunda deyirlər ki, videonun rəngləri yaxşı alınmadı. Bəs niyə belə olur? Mənə görə birinci color correct olmalıdır. Yəni rəngləri birinci düzəlməlidir. Bunun üçün də log çəkirik. Bu gördüyünüz görüntü log videodur. Yəni burada dinamik aralıq daha genişdir. Eyni kadrın içində daha işıqlı və daha kölgəli yerlər data itkisi olmadan qala bilir. Nəticədə daha çox məlumat olur əlimizdə. Log videodan sonra isə color correct edirik. Yəni rəngləri birə-bir normalda olduğuna gətirib çatdırırıq. Bu isə color correct olunmuş versiyadır. Yəni real həyatda bu masanın üzərində rəngdirsə, bu videoda da siz hal-hazırda həmin rəng görürsünüz. Ən sonda isə düzgün rəngləri alandan sonra isə təbii ki biz onu color grade edə bilərik. Yəni color grade etməklə də xüsusi bir emosiya, xüsusi bir style əlavə edə bilərik videoya. Məsələn belə. Ya da belə. Belə də ola bilər. Yəni bu artıq mövzudan asılıdır, çəkdiyimiz videodan asılıdır. Amma ilkin olaraq videonu birinci düzəltmək, sonra isə onu grade etmək lazımdır. Bu arada yəni gördüyümüz rəngləri də düzdürmü, səhvdirmi, nəyə görə düz görürük, necə kalibrasiya olmalıdır? Bu barədə də videomuz gələcək. Baxdığımız monitorlar haqqında geniş bir video hazırlayıram. Yaxın zamanda paylaşacağam.